Hacı burada komentar yazıblar ki xardallı tomatı Tabii bahadır. oxumuşam. Yazır qardaş ki 30 manata belə yemək olar. Hə. Bu başqa yerdə 60-70 manata verirlər. Qardaş, hər şeydə menyuda yazılıb. Biz heç kəsi, yəni aldatmırıq. Yəni qiymət nədir onu da Yox, veririk. deyir ki mən baxmamışam da. Yox, menüyə. baxardım da, başına dön, baxardım da. Mən sənin üçün neyniyim? O zaman başqa yerdə 4 dənə can əti qoyur, medalyon adı ilə 60 manata verir, o 30 manata. Can ətin kilosu 38 manat, orada 400 qramdır. Bir də o hesablacına, o xardalı, sozu, yağı, onu bişirən işçinin pulu, işıq pulu, sənə qulluq edən ofisiantın pulu. Sonra gələcəklə deyirsən ki, hə, Hacı sən düz deyirsən, yoxsa səhv deyirsən. Hər videoda da yazırsan ki, Hacı mənim sualıma cavab vermədin. Qardaş, mənim işim gücüm ancaq suala cavab vermək deyil. Mən bu müştərini qarşılayıram, yeməyini verirəm. Başına dönmsən. İndi biz biraz üzü yola adamlıq, siz də bizi daha sıxmıyor da. Meydandayam. Oldu Hacı. Neftçilər filialı teras açıqdır. Buyurun gözləyirik sizi. Sağ olun.